Ses. Yana başladı. Arkadaşlar bu defa Şəhdiyar yanımızda olmadığı için, maşını da ben sürdüğüm için videoya Rabia başladı. Artık benim yerimde Rabia oturup. Deməli bugün bizim məktəb kitablarımızla vidalaşan günümüzdür. Demək olar ki, yavaş-yavaş məktəblə də vidalaşan günümüzdür. Həm bugün qolun ağrıdı. Bugün deməli Rabişlə Məryəmin xırda bir imtahanı var. Əsnad həmişə olduğu kimi hər şeydən canını xilas eləyib. Rabişlə Mərişi gətirmişik imtahana. Üçünün də kitablarını gətirmişik məktəbə təhvil verməyə. Sevinirsiniz. Yay tətilinə çıxdığım üçün sevinmirsən. İmtahan da var aşkım. Amma Alayım gülüm onu da de. Gül. Gülmeyeyim. Niyə gülməyəsən? Çünkü imtahan var. Hadi İrem canım vardı. Eşidirəm. Sabah Bu axırıncıdır. Plusdakı bu xırda bir imtahandır. Monitoring deyil ki. Ona görə narahat olma. Kitablarımızı götürək, düşək. Düşün. Evet, kitablarımı götürmüsən. Əksiyin yoxdur. Deməli, Əsnad birinci sinifdən qalma, ikinci sinifdən qalma bir-iki dənə kitabın tənbəllik eləyib, təhvil verməyib. Yalandan da deyib bitirmişəm. O yalanlar da çıxdı ortaya, bir-ikisini tapmışıq. Gətirmişik məktəbə təhvil verməyə. Sənin bütün kitabların tamdır. Qaçma dadala. Mənki də tamdı. Sənki də tamdır, əminsən? İndi gedib orada dəqiqləşdirərik xanımzadə. Nəysə, haydi getdik. Daxil olun içəri. Çay bu məktəbin pilləkənlərindən çıxmayacaqsınız. Duygulanıyor musunuz? Girin içəri. Evet arkadaşlar, Məryəmlə Rabia'nı şutladıq. İkisini də imtahana. Vay dədə, bütün məktəb düşdü dalımızca. Hay, huy, bilmədim kim nə danışır, amma buradan bütün uşaqları salamlayıram. Hamınızı öpürəm, bağrıma basıram. İndi Əsnadla qalmışıq. Məryəmlə Rabia'nı gözləyirik. Rabia bir təşvişdəydi. Ay Allah, elə bir Sırat köprüsündən keçir, imtahandan yox. Söz verdik ki, buralardayıq, narahat olma. İkisini də şutladıq, qaldıq baş-başa. Gedərik mağazinə, geçən abur-cubur alarıq, hə? Sən abur-cubur. Nə istəyirsən? Çipsi, başqa? Jelibon, başqa? Sen. Romantika, romantika. Jelibon da alacağım, çipsi de alacağım. Sonra videoda görəndə Rabia ilə Məryəm bizi boğacaq. Məktəbin içində bir-iki dənə işlərimiz qalıb. Onları da həll elədikdən sonra gedirik abur-cubur alışverişinə. Böyüklər də imtahanda biraz əziyyət çəksinlər. Zaten son əziyyətləridir. 3 ay dincələcəklər. Ben küçük idim, annemle ciddiydim. Evde kalırdım, baş başına bitirdim, ettim. Evet, hələ də o qədər şanslısın yəni, görsən. Amma gələn il sənin də imtahanların başlayır. 4-cü sinifdən 5-ci sinifə keçərsən. Gələn il 4-sən, 4-ün sonunda imtahanların başlayır. Gələk güclü hazırlaşaq. Evet arkadaşlar, Rabişlə Məryəm hələ imtahandadılar. Biz müəllimələri ilə danışdıq. Bütün hər şeyi müzakirə elədik. Kitabları da təhvil verdik. Hamısı şükür Allaha tamdır. Hər il bir dənə kitabımız itirdi. Bu il tam hamısını qaytardıq. İndi gedirik Əsnadla abur-cubur alıb keyif çatmaya. Hazır mısın? Çak. Getdik. Evet arkadaşlar, alışverişimizi elədik, gəldik. Şəhriyar da buradadır arkadaşlar. Hələ xəbəri yoxdur ki, biz onun arxasındayıq. Top patlasa xəbəri yoxdur heç nədən. Gözləyir, siqnal verin bir dənə, dəli eləyim onu. Abi bizi itələyir. Nə istəyirsən bizdən? Sən niyə uşaqca danışsan ki, cəmaatda baxsın sənə? Biz danışırıq uşaqca. Biz alışveriş eləmişik, gəlmişik evə. Mani 3 gündür sən. Sən 3 gündə deyilsən, çox yakışıklısın. Rabişlə Məryəmi sən götürürsün imtihandan. Evet. Biz alışveriş yaptık, gidiyoruz abur-cuburumuzu yemeye. Nerede bulmuş, ben bana baktım. Getdik evə. Evet arkadaşlar, indi Əsnad sizə alışverişimizi göstərəcək. Rabia gilsiz nələr almışıq. Şəhriyar yenə burada hoqqa verir. Arkadaşlar gör nə düzəltdim arkadaşlar. Demək vişlə sokum götürsən, qoyursan bura marojayla
Əridirsən, olur bişinəli Marojna. Halaldır sənə. Bunu necə kəşf elədin? Mən Allah başı verməyib ki, elə belə boş-boş yazırım. Bunu yəni anidən gəldi, yoxsa çoxdan fikirləşmişdin? Yox, elə ani, elə gördüm ki, gilas, harda gilas, orada gilas. Qoydum, elədim marojna gilas. Halaldır sənə. İndi Əsnadla Rabiyə ilə Məryəm yoxdur. Onları əsəbləşdirmək üçün getmişik abur-cubur almışıq şəhriyə. Əfərim. Göstər görüm nələr almışıq. Arkadaşlar böyle meyve sokağım. Məryəmin nisbət orada qaşını belə eləyir, belə eləyir. Zamkayla verir, nə olur? Böyle Azərbaycanca danış. Belə bir sok almışıq, meyvə suyu. Soxaldı. Böyle bir sok aldık. Hə, soram. Chips aldık. Lays. Aha, O şimdi en sevdiğim. noodle aldıq. Aldık. En sevdiğim turşu. Ay Allah, bunlar turşu xəstəsidirlər. Bunların annesi turşu yirmiş dayanmadan, hətta öz turşusunu bitirmiş, uşaqların da turşusuna dadanırmış, yazıq baxırmış, Məryəm qıymırmış, deyirmiş gələməm ana yi səndən bir yerdə. Bunlar da anaları ilə birlikdə turşu sevdalısıdırlar. Nə vaxt marketə gedirik, ən aşağı yeri 2 dənə turşu almamış çıxmırlar. 2 dənə turşu alıram bunlara Şəhriyar. Bölüşdürə bilmirlər aralarında. Mağazinin turşunu bunlara öyrətdim və soxaldı. Həqiqətən bütün mağazin turşusunu bunlar tükətir Astarada. Bir anda noodle Əsnata almışıq. Bakın arkadaşlar. Demək bir işinə soxun, döydük. İşyə. Əsnata eşitdin. Hə, deyir. Yalvararsın. Neye bak işte açıyordum. Verəsən Əsnata işyə dedi sənə, vermə ona. Baxışına bax. Sonra nə almışıq? Göstər. Bizi yubatma, aldatma. Yapılacağım. Böyle bir. Sakit ol. Hə. Böyle bir şey aldım. Belə bir yumuşaq piçenya deyim, içi marshmallowlu piçenya tapmışıq, bundan almışıq. Çox Çok tatlı bir dosa. Mukayyet ediyorum. müğayət edirsən. Mukayyet Zə, gah telefonun cıngıldayır, gah özün cıngıldayırsan. Video çəkirəm axı. Video çəkirəm axı. Aa. Böyle bir moynas. Mayonez almışıq, yemək bişirəcəm. Pomidor almışıq. Yanında da sarımsaq almışıq. Böyle bir. Badımcan almışıq. Tamam, əsəbləşmə, yıxılarsan. Böyle bir şey aldım. Sonra burada nə var? Bunu da göstər. Uşaqlar, xahiş edirəm, Lənkərandan olan xanımlar, Astaradan, Lənkərandan baxan xanımlar, analar. Badımcan, sarımsaq, pomidor almışam. Təxmin eləyin rəylərdə nə bişirəcəm. İndi bu dəqiqə videonu dayandırın, yazın gəlin. Düz yazanlara like atacağım. Evet. Düyü almışam. Aha. Burada nə var? Buranı da göstər. Rabiyə ilə Məryəm dəli olacaqlar. Bir anda turşu. Ay Allah. Yiyib. Siçan dişləyib bu turşunu. Siçan dişləyib Əsnad turşunu. Necə oxşuyur sənin dişlərimin izinə. Başqa nə almışıq? Göstər. Çatlasınlar. Patlasınlar, çatlasınlar, patlasınlar. Jilibom almışıq. Da yazıqdılar da 2-3 dənə saxlayarıq onları. Sakit dur. Bir tane atayım. Aç. Mən içindən ayıcıqlısı varsa ayıcıqlısını ver. Deməliyim, mən ayıcıqlı jilibon xoşlayıram, Əsnad qatışıq xoşlayır. Ona görə qatışıq götürdük, içindən ayıcıqlıları mən yedim. İlanı aşk ediyorum. Benimle evlenir. Sən nə oldu? Hayırdır bileceğiz. Tak, girir parmağıma, tak. Ay sağ ol, ay sağ ol. Şəhriyar, Əsnad aldı məni day bundan sonra. Şo. Bax üzüyümə, bax üzüyümə. Harada topdun? Jilibomdan. Kitap veriyorum. Hayır, sən mənə üzüyü verdin, kalbin de benim. Küstüm. Niye? Səni konuşturmayacağım. Niye? Dədəsi, neçə ildir dədəsinə... Arkadaşlar, dünyada en çok zəhləm gedən şey
Jelibondu. Əslində jelibonu yemək ağlıma çox qəşəng bir fikir gəlir. İndi eləyəcəyik. Bir də yeməkdə içməyə sok almışıq. İndi o ağlıma gələn şeyi eləyək. Get bir dənə şey gətir, o sarı ləyənlərdən birini. Deməli, bu şeyi böyüklərdə görmüşəm. Partilərdə falan eləyirlər, amma biz onun uşaq versiyasını eləyəcəyik. İnşallah dadı qəşəng olar, olmasa pərtçilik olacaq. Amma bəzən riskə getmək lazımdır. Gəl. İndi gör mənlə qatışdırıram Şəhriyar. İndi bax gör mənlə qatışdırıram. Sən indi mənim karışımıma bax. Ay sol, çək məni. Hazırsınız qarışığımıza. Baxarsan indi. Arkadaşı babamız babası yapıyor. Hələlik çox eləməyəcəm, yoxlamaq üçün eləyəcəm. Bir dənə üzük jelibon, bir dənə kola jelibon, bir dənə də üzük, bir dənə yumurta jelibon, bir dənə kalp jelibon, bir dənə ayıcıqlar çaxataq, o ayıcıqlarımı eləyəcəm. Evet, jelibonların yarısını tökürük bura, gördüyünüz kimi. Aa. Afu, atı. O gün biz sokla her neydi? İndi birazdan da soktan yemek pişireceğiz. Olur ha bu arada. İndi ben yedim size bak. Fişlerli dana eti. Aha. Evet, indi jelibonların arkadaşlar çek bunun içini. Bakın. Pis görsənir, çox qəşəng görsənir. Kötü mü gözüküyor? Çok mu kötü? Niye axı? Onda sen yeme, mən yiyeyim. Allah. Ata. Arkadaş yumurta şibet. Əsnaf, valla dadlıdır. Mən yediyim kimi ye bir dənə. Cəmaatın başı gicəlləndi. Kameramı bu başa fırlatmaz, hə? Elə yox, elə yox. Bir dənə jelibon götür birinci. Hə, götür. Ay, sol. At ağzıva. İndi tez bunun suyundan da iç. Pisdir dadı. Düzündür nə? Qəşəngdir. Bəyəndin. Onda niye çok kötü deyirdin? Beğenmedin. Ben. O zaman gel biz yiyelim. Gel biz yiyelim. Çatlasınlar, patlasınlar. Alkış, alkış, alkış. Şep, 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 şep. Hoş gelmişsin. Benim ata bizi aldadır. Neye? Abırcıkları görəndə. Niye aldadırdı ki? At neydi ki, o fışı əslində asıb abırcıkları sizsiz tökülü yiyirlər. Düz deyir. Düz deyir. Necə keçdi? Jelibon saxlamışıq, bəsindir. O birləri də yeməmişik siz. Biraz geç payladı ama evet qurtardıq. Rahat keçdi. Rahat keçdi. Necə hiss elədiniz özünüzü? Demək olar ki, son dəfə məktəbə giriş çıxış eləyirəm. Yəni 3 aylıq da indi manifest başqa cür gedən evrənə 3 aylıq deyirəm ha. Ey həyat. Çıxardın formaları. Gələn il bu formalar Şəhriyar bunların əyninə olmaz hə. Üzə gərək Rabiyə dizdən aşağı yupqa. Məryəmə də dizdən bir dənə yupqa alarıq. Bunlara yayda şeydir, qışda geyinmək uzun qol köynək alarıq ikisinə də. Uzun qollar olar məncə. Hə? Uzun qollar olar. Baxarıq da indi nə olar, nə olmaz. Sənin formağı Əsnata, Rabiyənin formasını sənə. Rabiyə təzə forma. Aşkım, əgər birimizin forması o birimizin əyninə olursa, salamatdırsa, niyə də olmasın? Geyinməzsən, Rabişin ətəyi gör nə gözəldir. Zənciri, mənciri var. Mən qısa qalır. Mən uzun qalıram ha. Əminsən? Yaxşı, köynəkləri devir eləyərik sənə. Zarafat eləyirəm. Vəziyyətə görə təbii ki baxacağam. İndi bacı acmısınız? Acmısan? Bacı indi yemək pişirəcək. Tahmin edin nə bişirəcəm? Badımcan dolması. Yox. Yaxınlaşdın. Badımcan da yox bizdə. İtibadlı dolması. Eyni şeydir. Hə. Rabiyə düz tapdı.
Rabia düz tapdı. Sən necə sarımsaq orada görüb, düyünü orada görüb düşünə bilməzsən ki, bu sırdaq bişirir. Ürəyimdən balığın olmaz. Ürəyindən badımcan dolması keçdi. Şəhriyar! Şəhriyar! Eşitdin? Nə eşitdin? Badımcan. Sabah ət alırsam Məryəmə badımcan dolması pişirirəm. Evet, Əsnat sən də acımısan. O zaman ben gidiyorum. Əsnadı soruşdu. Niye? Harda çıxdı? Şeydə Brent House-da buna 100 qramlıq deyirlər, məktəbdə cırtdan deyirlər. Oturun bir şeyler atıştırın hələlik. Gidiyorum, işte gidiyorum. Bir şey demeden, arkamı dönmeden, şikayet etmeden. Neyse. Deməli, uşaqlar Rabiənin qışqırtmasında hər kəs mənə yazdı ki, bəs Rabiə qışqırtma çox dalbadal gəlir. Bu arada nə yapayım? Ən çox nazımı çəkən Rabiədir. Nə yapayım? Ona görə ona daha çox qışqırtma edirəm. Nəysə. Nədir? Siçan? Nədir? Linklərə cavab verirəm. Nə istəsən? Söz danışıram, aşkım, icazə ver. Deməli, arkadaşlar, yox, bu qoymayacaq mənə danışmağa, gözləyin. Əsnada yakalandığımız için məcbur etiraf eləməli oldum ona. Deməli, uşaqlar, indi Məryəmə qışqırtma eləyəcəyik. Əslində Əsnata eləyəcəkdim. Prosta gördüyünüz kimi mış gəldi, çıxdı ortalığa. Əsnata eləyə bilmirəm ona görə. Qışqırtmanın nə olduğunu deyirəm qısaca. Mini bir qışqırtma eləyəcəyik. İndi uşaqlar yığacam ora abur-cubur yeməyə. Deyəcəm ki, bəs şeydə adı nədir? Müdürdən zəng gəldi. Məryəmin kitabları tam deyil və ona əsəbləşəcəm. Bir səliqəniz olsun, bir səhmanınız olsun, bir yemək eşqiniz olsun, bir abur-cubura hörmətiniz olsun. Bir qab gətirin, bir yerdə oturaq yeyək. Yığışmısınız ikiniz bura. Bəs Məryəm? Məryəm! Sən tapşırmışdım axı Məryəmə nəzarət elə. Şəhriyar bəy yenə neçə saatdır girib əlini yumağa çıxmır. Sən göstərmirəm, çıx əlini yumaqdan day. Sən yarım saatda əl yuyursan burada. Sən tapşırmışdım. Sən tapşırmışdım. Yox, sən tapşırmışdım ki, Məryəm 2 dəqiqədən artıq əlini yuyandı, mən xəbər elə. Niyə mən xəbər eləmirsən? Mən xəbərim yox deyə sordadır. Xəbərin olsun, nəzarət elə. Nə vaxt gördüm o uşaqlar girir, sən dinən. Dinən nə edir? Neyse 15 dəqiqə, 20 dəqiqə orada əlini. Dayanmadan, axırda əlləri yarı olacaq. Danla Şəhriyar onu. Damla. Danla. Danla. Əsəbləş, dinən çıxsın. Hələ çıxmır, hələ içərdədir. Ne çıktı? Al. Evet, bir dənə qab gətirin, geçək abur-cuburları yığaq qaba. Yo, pis qalmır, get, video çəkirəm mən. Mane olursan mənə sən. Cərəndə mən də telefonu getdim maşına. Turşularımızı gətirin, abur-cubur patiseli. Sən bayaqdan da belə donub qalmısan burada. Ay, sağ ol. Geçək oturaq abur-cubur. Mən cipsini sevirəm, amma hər zaman yox. Mən bunu sevmirəm. Ən çox nəli xoşlayırsan? Yandıram. Yandıran? Sən? Mən çili sevirəm. Kartuşkalı və şeyli, pendirli. Sən neyinisən burada gücənirsən? Sən nəli xoşlayırsan? Mən ondan. Mən də bundan pomidorlu xoşlayırıq. Biberdir bu, pomidordur. Biberdir. Hə, mən buna Manzil benim. oturaq. Geçən Öğretmenisiniz. Hə, yorumlarda yazın görüm siz nəyi sevirsiniz, nəli xoşlayırsınız. Ama pendirli daha tatlı. Alo, direktordur. Alo. Bəli, müəllimə. Hansının? Ne oldu? Əsnatın? Ne oldu? Məryəmin? Hə. Ne? Aha. Neçə dənə? Hansılar? Ne oldu bakın? Bir dəqiqə gözlə deyirəm. Hə, buyurun.
Yaxşı, müəllimə, mən indi tədbir görərəm. Oldu, çox sağ olun. İndi birazdan özünü də gətirəcəm ora. Oldu. Ne oldu bakın? Mənim. Hə, sənin. Ne oldu? 2 dənə kitabı yenə yoxdur. Hər il kitab bitirir mənim başıma bu. Ne oldu? Musiqi ilə Azərbaycan dili kitabları verməmisən. Hardadır kitabların? Vermişəm. Verməmisən. Vermişəm. Ronun dostunu vermişəm. Zəməllimə yalan danışacaq. Hər il kitab bitirir Şəhriyar. Ben her yıl 10 manat, 20 manat kitaplı vermeliyim. Hələ əsnafın nə qədər kitabı çıxdı 1-ci, 2-ci sinifdən qalma. Al Apardı. çipsi yemeyin. Neye çipsi yiyorsunuz? Koyun qırağa bir gör mən hansı gün imzalayayım. Ronun dostunu vermişəm. And içmə yalandan. Sən kağıtlar yoxdur. Ay sol, problem də odur da yoxdur kitab hanı. Vermişəm, onun yoxdur. Şərir mənlə söz güləşdirir bu. Manjı əsəb keçirəm, manjı rədd olub gələcəm deyə. Sən hara rədd olub getsən, Aşkım, həyatım, əsəbləşmirəm. Hardadır sənin musiqi ilə Azərbaycan dili kitabın? Videonun ortasında ba lazım idi bizə. Qəşəng gülürdük, danışırdıq, abur-cubur yeyirdik. Vermişəm, yoxdur. Sən kitabını evin ortasındakı TV stand jurnalın stolda axtarsan. Sən polkanda olmalıdır. Kitabın hanı? Buraya. Bura. Kitabın hanı? Hər il mənim başıma nöş kitab bitirirsən sən. Get formavi geyin, məktəbə çağırırlar. Aşkım. Cərməliyəcək dedi, yenə cərməliyəcək. Özdə Deyə bilməyəcəm axı, mən itirməmişəm onu. niyə deyə bilmirsən? Hanı kitabın? Vermişəm. Kitabın hanı Məryəm? Mən apardım əlimdən. 9 dənə olmalıydı, 7 dənədir. Düz deyir, az idi. Saymışam, əlimdə saymışam. Nə oldu? Mən yalan dedim, müəllimə yalan dedim. Bir dənə doğru sən oldun. Bir yalançı elə bağırdı ki, doğru bağrı çatladı. Hanı kitabın? Aşkım, vermişəm. Yoxdur faktiki. İndi bir dənə kitab təxmini nə qədər? Özdə səni məktəbə çağırırlar. Cərimə ödəyəcəksən. Aşkım, indi gəlmişəm məktəbdən. Pul cəriməsi yox, kitabı itirdiyinə görə məktəb koridorlarında təmizliyə kömək eləyəcəksən. Yox. Hə, Yox. hə, nə? Kitabı itirməyəydin. Təmizliyə nəzarət, kömək, həm koridorlarda nəzarətçi olacaq, hər kitaba görə bir gün. 2 dənə kitab itirmisən. Bugün sabah təmizlik və nəzarət işinə sən baxacaqsan mərtəbənin birində. Neçədən kitab yox? 2 dənə kitabın yoxdur, musiqi Azərbaycan dili. Niyə? Niyə itirmirsən kitabını? Vermişəm, musiqi əlimlə götürüb vermişəm. Necə əlindən götürüb vermirsən? Müəllimə yalan danışır. Vermişəm. Get axtar kitabı, tez ol. Dur, axtar kitabı, axtar. Axtar, hanı kitabın? Musiqi az dili. Axtar. Tez ol. Camaat bizi gözləyir. Camaat evinə, eşiyinə getməlidir. Qalıblar məktəbdə səni gözləyirlər. Nədir o? Bu mənim kitabımdır. Burada nə gəzir? Hanı sənin az dili musiqi kitabın? 10 dəfə bütün il boyu dedim ki, məktəbdə partavızın altına baxın, dərsdən çıxmamışdan qabaq kitabları qoymayın. Sən deməli neçə vaxt itirmisən, məndən gizlətsən, mən əsəbləşməyim deyə. İtirməmişəm. Axtar. İtirməmişəm. Vermişəm. And içmə yalandan, təzə çıxıb bu da. Axtar. Burada heç kitab yoxdur. Və buradan yığışdırıb apardın. Yadağımı sapladım da. Axtar. Yoxdur. Yoxdur kitab. Aç. Niyə? Şkafı aç. Bir axtar. Yaxşı bax. Eşələ tez ol. Sənnənəm. Sənin keyfin azığı gözləyəcəm. Normal axtar o kitabı orada. Naz eləyə nazla qəmzəyin özü şkafın için niyə bu gündədir? Toz torpaq içində alergiya tutar. Tez ol. Yoxdur. Bağla. Aç bir də. Aç bir də. Axtar kitabı. Necə itirmisən, elə də tapasın. Tez ol. Tez ol. Mənim vaxtım yoxdur, tez ol. Yoxdur ki kitabın. Yoxdur ki. Aparmamısan da düzdür, gözümü doldurma üstümə. Düzdür. Aparmamısan da düzdür, itirmisən kitabı məndən demirsən. Aparmışam.
İndi dilinlə deyirdin, yox, aparmamışam. Hə? Əsnat, dur formavi geyin. Aşkım. Nə aşkım, itirmişsən, cərmələnəcəksən, həyatım, mənlik bir şey yoxdur. 2 gün... İnanmırsan bana. Yox, inanmıram. Oradan camsillə sarı bez gətir, bir dənə Əsnat bunun üçün təmiz. Aşkım. Məktəbdə kömək eləyəndə əlində bir şey olsun. Geyin formavi. Aşkım inanmırsan bana. Yox, formavi geyin. Müəlliməyə inanıram, mən sənə inanmıram. Formavi geyin. Hiç inanmırsan. Yox, bir çıqqana da inanmıram. Camsil də gətir ona. Təmiz bez. Başı dəydir uçqa. Camsil var orada şeydə, hamamda güzgün qabağında göy pis var, onu da gətir. Aşkım inanmırsan bana. Yox. İtirməyəydin kitabı. İtirmemişim ama Sizin aparmışam. 2-ci sinifdən qalma kitabınızı tapıb aparıram mən. Aparmam sən. Öyle mi? Ver. Aparmışım. Ver. Esat. Öyle mi? Aşkım aparmışım. Yox. Elime de git. Ver onlar, ver. Aparmışım deyirəm. Yox, götür. Sən məktəbdə camaat gözləyir. Götür. Hoş aparmışım da. Götür. Esat. Aparmışım. Ay fuş. Şəhriyar. Ay Şəhriyar. Deyirəm buna. Məryəm, kitabı tapa bilmir. Deyirəm götür, məktəb formavi geyin, gerək gəlmir. At aparmışım Ahmet. Yox. Tez ol, camaat məktəbdə səni gözləyir. Camaat məktəbdə səni gözləyir. Şifrələrin qapısında ağla demədim. Sat ver on camsilini. Hoş inanmısın. Ama bu da Yox. ben yiyeceğim. Geyin formamıza. Kitabları itirmisən. Nə şağlıysan üstümə? İnanmısın. İnanmıram. Al ben yiyeyim. İnanmadınız. Al bunu satarım sana. Uşaq Sen silerəm pəncərəçimi. səhv deyirəm kitabını itirib. İtirib kitabın hələ deyir. O Danışmağa dili də var. Məni. Al verim edeyim. Götür Məryəm. Artistlik eləmə, götür. Azın içində yatmağı paltar götürərsən. Məryəm, sən gözləyirəm, camsilin də buradadır, tez ol. Rabiyə də sən gözləyir, tez ol. Hara yerə oturdun, çöktün? Ay Məryəm. 3, 2, 1. Qışqırtma! Ay Məryəm, kitabların yerindədir, gəl zarafat eləyirik. Allah'ın dostu zarafat eləyirik. Gəl bura Məryəm. Nə oldu? Kimə qışqırtma edirəm, hamı məndən küsür. İzləyicilərdən küs, izləyicilər istəyir. Aha Elisa. Çünki izləyicilər istəyir, mən nə edeyim? Sənin üzündəki xoşbəxtlik belə davam eləməyəcək. Növbəti dəfə qışqırtma sənin gələcək. Çox da sevinmə, yəni. Çox belə xoşbəxt gəzmə ortalıqlarda. Üstümə su çiləmə bu gün eləyərəm ha qışqırtmanı sənə. Deyirəm bağışla. Məryəm, yaxşı da, yarım saat oturmuş orada dur, gəl burada zarafat elədik də. Şəhər barışmır məndən. Meryem Cebal'ır. Şəhər, sən o robotlar olar, bu knopkaya basarsan, cut. Sən mətni verirəm, səs tonumu qaldırıb mənim papuqay kimi təkrarlı. Məryəm. Ay Məryəm, Rabiyə başından o yana atlanır, bu yana atlanır. Çöp kutusu kimi keçirlər üstündən o baş-başa. Dur, gəl bu tərəfə. Gəl barışaq, gəl. Allah geliyor üstüne. Bismillah. Gəl barışaq, gəl qucaqla bacım, barışaq. Aşkım, belə də güclü qışqırtma eləmədim ki. Dedim, kitabların qalıb orada, gedirsən onun cəriməsini ödəməyə də. Temizlemeye, ödemeye. Nə olsun? Qışqırtmaya güclü Rabiyə telefonun ekranını sındırdım. Onda nə edərdin? Laf küsərdin, barışmazdın belə çıxır ki məndən. Barışdıq? Sən 2 dənə də artıq turşu alacağım. Barışdıq? Hə? Turşu deyir kim nətər üzü gülür. Nəysə.
Bugün bizim məktəblə vidalaşma günümüz idi. İstədim bu günü unudulmaz eləyim. Rabişə də yüzə dalbadal çox qışqırtma gəldiyi üçün, Əsnaf da gəlib qapıda mənə qulaq asdığı üçün bugünün şanslısı Məryəm Fəridzadə oldu. Day burada videonu sonlandırım. Gedirəm çocuklarım üçün plov və sırdaq bişirməyə. Siz videonu bəyəndirsə kanala abunə